Vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım inşallah. Suala keçməzdən əvvəl uşaqlar belə bir məlumat xatırlatmaq istəyirdim ki, yay tətili müddətində 5-ci sinifdən 11-ci sinifə kimi yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istəsəniz, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi uşaqlar, bu fəzada düz xətlər və müstəvilərə aid olan bir sualdır. Biz buradan uşaqlar, baxın düzbucaq uşaqlar yaranıb burada deyir ki, bizə AB alfa müstəvisinin perpendikulyardır deyir. BAD-nin buranın 45 olduğunu deyirsə, avtomatik uşaqlar burada 45 dərəcə olmalı. 45 isə burada A olmalıdır uşaqlar. Və buradan uşaqlar, bax görürük ki, burada 90-dır. Bura A, bura A-3. Yəni burada 30-60 qaydası var. Deməli, bura 30 dərəcə olmalıdır. Burada 60 dərəcə olmalıdır ki, bu 60-ın qabağındakı 30-un qabağının kök altda 3 misli olur da həmişə, deyilmi? Onda bura, məsələn, A-dan C-yə qədər məsafəmiz 2A olacaq avtomatik. Amma bizə nə soruşur? Bizə bucağı soruşur. BCA-nı soruşur. BCA. BCA. Hələ bu bucağı soruşur. Biz də o bucağı tapdıq. 30 dərəcə. Cavabımız eləyəcək 30. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.